Səid qardaş, siqaret çəkənlər üçün nəsihət istəyirlər. Siqaret çəkənlərə nəsihət, yəni siqaret çəkən özü utanmalıdır öz əməlindən. Yəni mən nəsihətdən qabaq özü düşünməlidir öz ağlı ilə ki, mən qazandığım pulu hər gün nə qədərsinsə yandırıb atıram. Və illərə vursun, hesablasın, baxsın, görsün ki, nə qədər mal tələf edir. O soruşulacaq həm malından, həm canından. Malını tələf edib, dağıdıb, hansı ki, onu daha salih işlərə, övladlarına, ailəsinə və s. xərcləyə bilər. Onu israf edib, yandırıb atıb. Hər gün 1 manat yandırıb atsın, kimsə edər onu? Xeyr, etməz. Amma günlərlə elə insan var ki, 5 manat, 10 manat, 15 manat görsən ki, nəinki siqareti ondan bahalı olmasından bəli, aslı olaraq yandırıb atır. Heç fikirləşmir ki, yəni onun sual olacaq, elə belə deyil. Hardan qazandın? Özdə mal elə bir şeydir, 2 dənə sual olacaq. Hardan qazandın, hara xərclədin? Ondan əlavə canın haqqında da soruşacaq. Atalar bu səbəb bədəni verib sənə, o demək deyil ki, onu sən istədiyin kimi tələf et. Niyə soyuğa vermirsən? Niyə yaxşı xəstəliklər var deyə maska taxıb gizlənirsən, spirtlənirsən gündə bir 10 dəfə? Əlvi yorsan, hər dəfə ki, qoruyasan canvı. Amma siqareti, maskanı çıxarıb siqareti çəkirsən. Heç elə bil ki, əksinə koronavirusdan çox o daha çox zərərlidir. Çünki açıq aydın özün öz canva qəsd edirsən. Göz ciyərləri yandırırsan. Nə zərərdir dinimiz bizə qadağan edib. İnsana nə zərərdir bu dinin gözəlliyindən, nə zərərdir dinimiz onu qadağan edib. Nə faydalıdır, nə xeyirdir onu bizə əmr edib. Buna görə ağıl sahibi düşünər, atdığı addımı atmamışdan qabaq baxsın ki, nə əldə edir, nə itirir.